Qərb Azərbaycan televiziyasının çox hörmətli izləyiciləri, növbəti efir saatında sizləri xoş gördük. Artıq bilirsiniz, bizim verilişimizin adı Qərbi Azərbaycana doğrudur. Necə ki, əziz tamaşaçılar, real coğrafi kontekstində Qərbi Azərbaycana gedən yolumuz Qarabağdan, Şərqi Zəngəzurdan keçir. Elə də tarixi kontekstdə elə yolumuz oradan keçir. Çünki Azərbaycanın ən qədim tarixi, Tunc dövrü tarixi də elə Xocalı Gədəbəy mədəniyyəti dediyimiz mədəniyyətdən gəlirik. Səhv eləsəm İlham müəllim düzəldəcəkdir. Yəni, indi biz ona görə də ilk növbədə Qərbi Azərbaycana gedənə qədər, oradakı tariximizi, mirasımızı öyrənib, vəziyyətinlə tanış olana qədər hələlik Qarabağdan yenə ənənəvi, necə deyirlər, hərəkətimizi davam etdiririk. Keçən dəfəki verilişimizdən sonra mənə çox sayılı zənglər gəldi. İlhami Cəfərsoyun fikirlərinə, demək, əsas suallar nədən ibarətdir, hörmətli tamaşaçılar? Deyirlər ki, doğrudan mı runik əlifbası var, o mağarada runik əlifbasından yazılar tapılıbdır. Çünki runik əlifbasını biz 5-7-ci əsrlər ya da elə 6-7-ci əsrlər kimi nəzərdən keçiririk. Çox təəssüf ki, Türkiyədəki tarixşünaslıqda belə qəbul olunur, amma məncə Göytürk imperiyasının əvvəlki tarixi də bu. Bu yaxınlarda İlham müəllim Türkiyədə də tapılıbdır. Bu məsələyə də toxunarıq. Türkiyənin dağlıq bölgələrində runik əlifbasından yazılar tapılıbdır. Verilişimizə xoş gəldiniz. Ürəyimiz o qədər doludur ki, mədəni irsimiz o qədər təcavüzə maruz qalıb ki, nəyi deyəcəyimizi belə, necə deyərlər, sıralaya bilmirik. Artıq mən dedim İlham müəllim. İsrarla tamaşaçılarımız xahiş edirlər ki, oradan davam edək. Siz o mağaralara girdiniz və runik əlifbasından nə tapdınız? Buyurun. Onların surətini çıxarda bilmədiyim o vaxtı, indi imkan yoxdur. Amma baxdım ki, oxşuyur. Götürdüm onun şəklin barmağımdan, karandaşla belə çəkdim. Gəldim Bakıya, hansı jurnala, qəzetə getdim, çap eləmədi. Sonra getdim Azərbaycan Təbiəti jurnalına, rəhmətli Məmməd Arazın yanına. Mən ona danışdım. Elə gözəl həyəcanla qarşıladı, götürdü o məqaləni, çap elətdi. 86-cı ildə. Çap elədi. Aradan heç o vaxt poçta gəlirdi jurnallar. Təzəcə poçta gəlmiş jurnal. Bir gün kətdən mənə uşaqlar zəng elədilər ki, bəs ermənilər o mağaraya tərəf yol çəkirlər, təzili, gəl. Mən də Şuşadan gəldim kəndə, atları aldıq, qonşulardan mindik, çapa-çapa getdik həmin Sığınaq mağarasının altına. Gördüm ki, o zaman Meşə İdarəsinin rəisi vardı, Qriqoryan, o başda durur. Demək, Harov təndilə gedən o yolun qırağı ilə qaza-qaza gəlirlər. Dedim, hara gedirsiniz? Dedi, orada mağara var, onu sökəcəyik. Dedim, niyə sökürsən, bilmirsən ki, orada türk runik yazılarına bənzəyən yazılar var. Qayıtdı ki, elə ona görə oranı dağıdırıq. Açıq şəkildə dedi. Açıq şəkildə dedi. Hirsləndik, 6 nəfər bizik, bir 10-15 nəfər onlar dava düşdü. Onları qovduq, getdi. Ancaq 30 il keçdi, 32 il keçdi. Mən yenidən getdim o mağaraya, həmin kətdən gəldim. Gəzə-gəzə gəldim. Gördüm çatıblar, mağaranın ağzını dağıdıblar. Mağaranın içəri girəndə sağda solda qayalar var. Qayanın üstündə yazılar vardı. O yazıları çəkic ilə döyə-döyə pozublar. Üstünə qara kraska çəkiblər. Ancaq xoşbəxtlikdən mağara çox uzundur. Sığınaq qayasının altından başlayır. Quzğunlu təpəsinə baxan yerə qədər yerin altı ilə gəlir. Axıra qədər getməyiblər. Mənim gümanım ondan ibarətdir ki, ancaq mağaranın ağzını dağıdıblar. Sağlıq olsun tezliklə Xankəndində filialı açılsın Elmlər Akademiyasının. Biz gedək ora. O mağaralarda işləri davam elətdirək. Gümanım var ki, biz oradan daha çoxlu yazıları tapacağıq. Bir qədər qiymətli yazılar da, bəli. Çox üzr istəyirəm. Mən elə gəlir ki, bugün artıq elmimiz özümüzündür. Milli Elmlər Akademiyasının çox gözəl, vətənpərvər rəhbərliyi var. Mən elə gəlir ki, Qarabağın tarixi coğrafiyasını, tarixi ensiklopediyasını sizin qədər bilən olmaz və inşallah Azərbaycan prezidentinin bu müdrik qərarı ki, Qarabağda Elmlər Akademiyasının filialı açılacaqdır. Elə orada sizin kimi də təcrübəli bir tarixçiyə, təcrübəli bir rəhbərə ehtiyac var. Məncə çox hörmətli
baş bilənlərimiz, akademiyamızın çox hörmətli rəhbərliyi də artıq bu mesajı almış olar. Biz icazə verə bilmərik ki, ikinci dəfə yenidən o bizim əlimizdən çıxsın. Bunu sübut eləməliyik. İndi siz danışırsa mənim yadıma bir şey düşdü. İlham müəllim. Deməli, Quba rayonunun Təngialtı kəndində indi orada Azərsel vışqa deyirik də belə, bilmirəm, bir dəqiqə adı yadıma düşmədi, güllə, o telefon gülləsi. Bax, onun altında belə daşlar var. Yerli sakinlər deyirlər ki, vaxtilə vertolyotla gəlib bu daşları da apardılar. Amma orada da bir daş mən tapmışam. Təsadüfən. Düzdür, çox yüksəklikdə adam gedib gələ bilmir, çox böyük əziyyət çəkmək lazımdır, 7-8 saatlıq yol. Mən orada yenə elə bir daş tapmışam. Dolayısıyla, yəni Azərbaycanın bütün coğrafiyasında belə runik əlifbasından yazılmış daşlar var. O da çox maraqlıdır ki, 5, 7 və yaxud 6, 7-ci əsrlərə aid yox, siz dediyiniz kimi ondan daha qədim dövrlərə aid olan artıq Türkiyədə də bu tapılmaqdadır, bu cür daşlar. Buyurun, davam edək. Deməli, siz qeyd elədiyiniz kimi həm Türk runik əlifbası, hətta ondan əvvəlki piktoqrafik yazılarla yazılmış mətnlər var. Onlardan biri budur. Aha. Xahiş edirəm rejissorumuzdan, baxın. Biri budur. Üzərində atlıdır. Atın quyruğunu düyüb döyüşə getməyə hazırlaşır. Aha. Yanında ofçu yoldaşıdır. Qolunun üstündə qartalı tutdu, şonqarı tutdu. O eləməyə gedir. Onun yanında qadınlar süfrədə yemək hazırlayırlar. Hətta piktoqrafik yazı ilə yazılmış mətnlər tapmışıq biz oradan. Neçənci əsrə aiddir bu? Bu eradan çox əvvələ aiddir. Eramızdan əvvəl. Ən azı, bəli, 4-dən başlamış. 4-cü minilliyə. Bəli dostlar, bax görürsünüzmü? Qafqazda türklərin 9-11-ci əsrlərə gəldiyini iddia edənlər atın quyruğunun düyülməsi türklərin savaşa getməyinin göstəricisidir və əgər bu Qarabağda tapılırsa və geyim tərzinə baxıram, bunlar hamısı demək, bu öz-özünə bir kitabdır. Öz-özünə kitabdır, bəli. Bu bir kitabdır. Çox təşəkkür edirəm, buyurun. İkinci daha qiymətli, bizim əcdadlarımız Qərbi Azərbaycanda, Qarabağda yalnız dövlətlər yox, imperiyalar yaradıblar. Bəli. O zaman imperiya döyüşə gedəndə mən Xocalıdan Kəlbəzərə gedən yolda Ağdəryanı keçəndən sonra meşədə bir qaya var. Bəli. O qayada buna rast gəldim. Bəli. Bu aslandır, qayada Bəli, aslandır. bəli. Həmin aslanın bir balaca düzəldiblər, tam aslana oxşuyur. Qabaqda aslanın caynaqlarıdır. Bu nəyi bildirir? Əgər bir ordu döyüşə hazırlaşırdısa, döyüşə gedirdisə, əvvəl bizim kimi iclaslarda oturmurdular. Harda aslan şəkili vardısa, onun qarşısında otururdular. Bəli. Gələcək dövlətləri qurmaq üçün böyük döyüşlərə gedirdilər. Bizim həmin Xocalı yaxınlığında, Qarabağda tapılan bu göstərir ki, burada bizim qədim dövlətlərimiz də olubdur. Doğrudur. Bu cür yazılar Qərbi Azərbaycanda da var. Bu cür mağaralar Türkiyədə də var. Kim deyirsə Səlcuqlarla bura gəlib bizim türklər xeyr. Doğru deyil. Hətta daş dövrünün sonlarında da bizim əcdadlarımız bu torpaqlarda yaşayırdı. Bu arslan ya da aslan obrazını fars dilində şirdir. Biz bunu gəlin Dədə Qorqud dastanından əlaqələndirək. Xanlar xanı Qazan xanın soyunu, soy şəcərəsini danışanda nə deyir? Deyir ki, qatı qamışlığın içərisindən çıxan bir aslan soyundan, aslan kimi kükrəyən bir soydan köküm var. Ağsazın aslanında, Qaracuğun qaplanında bir köküm var, mərə kafir. Bəli. Bir köküm var, mərə kafir. Mərə kafir. Həmən o mərə kafirlərə olsun sözümüz, həmən budur. Bəli. Gördünüzmü? Bir də təkərini xahiş edirəm onu. Ağsazın aslanında. Ağ sazın, saz qamış deməkdir. Qamış deməkdir, bəli. Qaracuğun qaplanında. Qaracuğun qaplanında. Bir köküm var, mərə kafir. Bir köküm var, mərə kafir. O vaxt inama görə, yəni mən adi adam deyiləm. Mən aslan nəslindənəm, mənim totemimdir. Mən qaplan nəslindənəm, mən balacası qurd nəslindəndir. Və Hikmət müəllim, ikinci maraqlı oradan gələndə, oradan yenirsən üzü aşağı, qayalarla Quzğunlu təpəsini keçəndən sonra Pirə Maku dağının, Meşəli dağının ətəyində 54 qəbir var. Ermənilər özləri yol çəkəndə, güya özləri müdafiə eləmək üçün o yol çəkəndə qəbirlərin xeyli hissəsini dağıdıblar. Mənim üçün qiyməti ondan ibarət oldu ki, orada tapılan o pulların bir neçəsi orada qalıbdır. Onlar adi bizim gördüyümüz qəpiklər deyil.
İki cürdür. Bəli. Bunun bir hissəsi 8 guşəlidir. Aha. Bizim qəpiklər kimi belə dairəvi deyil. Başa düşdüm. Bürüncdəndir. Material nədir? Bürüncdən. Bürüncdəndir. 6 guşəlidir. Ən qiymətli ondan ibarətdir ki, 3 guşəlidir belə. 3 güşəli, 6 güşəli və 8 güşəli. Və 8 Hər üçü güşəli. bizim damğalarımızdır. Bəli, hər şey damğamızdır. Xüsusilə biz deyirik puldan, paradan nə var? Ən qədim pullar üçbucaqlı para şəklində buraxılırdı. Yarı, Hətta o para. yarıb belə buraxırlar. Hə, burada var. Ermənilər oyun içində nəyi seçib aparıb deyə bilmərəm. Ancaq müəyyən muncuqlardır, o cür bürünc pullardır, gümüş pullardır, meşəlikdə yenə qalıbdır. Sağlıq olsun, qismət olsun, filial açılanda biz bu qəbirləri bir-bir gəzməliyik. Ancaq Hikmət müəllim, bundan da dəyərli, qiymətli nədir? Buradakı qəbirlərin baş daşına, sinə daşına baxdım, nəhəng Oğuz qəbirlərinə bənzəyir. Nəhəng Oğuz qəbirləri vardı Göyçə gölünün ətrafında. Doğrudur. Bəli, demək, Sısoyevin başçılıq altında 20-ci illərdə komissiya yaratdılar. Beriyanın məsləhəti ilə Stalin sərəncam verdi. Burada qazıntılara başladılar. Gördülər ki, bu qəbirlər 2 metr yarımdan 3 metr 20-30 santimetrə qədər nəhəng qəbirlərdir. Axtardılar, sübut olundu ki, bu nəhəng Oğuz qəbirləridir. O qəbirlər üçün Flinders Petrie, İngilis arxeoloqu hələ keçən əsrin sonlarında tanınmışdı. İngilislər də təsdiq eləmişlər ki, nəhəng Oğuz qəbirləridir. Ondan sonra Beriya xüsusi danos verdi. Moskvada nümayəndə gəldi. Ermənilər, fəhlələr tutuldu. O qəbirlərin hamısı darmadağın olundu. Yazılı daşlar hara getdi bilinmir. O qəbir daşları sındırıldı, yazılı hara getdi bilinmir. Ya Tiflisə gedib, ya Peterburqa, ya qalır, ya qalmır. Onu mən bilmirəm. Fakt əlimizdə yoxdur. Deməli, bu qəbirlər üzərində biz böyük tədqiqatlar aparmalıyıq. Və meşələri gəzdikcə görürəm ki, yalnız Pirəməkum dağının ətəyində yox, başqa yerlərdə qəbirlər var. O qəbirlərin çoxu meşənin, torpağın altında, çölközün altında itib, tək-tək qalanlar var. Biz bu qəbirləri qazıb, sübuta yetirsək ki, Qərbi Azərbaycanda, Göyçə mahalında nəhəng Oğuz qəbirləri ilə eynidir. Biz burada Oğuzların yaşamasını erdən əvvəl 23-cü əsrə aparıb bağlayacağıq. Ona görə ən qədim Oğuz xan erdən əvvəl 23-cü əsrdə fəaliyyət göstərib. Miladdan öncə, Miladdan öncə, 2300-cü illərdə. Hörmətli İlham müəllim, ona görə bir elm adamı kimi Azərbaycan prezidentinin bu sərəncamı necə qiymətləndirirsiniz? Qarabağda Milli Elmlər Akademiyasının filialının yaradılması və bunun qarşısında hansı vəzifələr ola bilər? Bunu Bayramlar Bayramının bayramı kimi qarşılayıram. Azərbaycan elminin bayramı, tarix elminin bayramı. Təntənəsi kimi tarix, etnologiya, arxeologiya, antropologiya, bu elmlərin hamısının qələbəsi kimi qarşılayıram. Və siz qeyd elədiyiniz kimi, Cənab Prezident qeyd elədi Xocalıda, biz Xocalıda keçib, o müqəddəs məzarların üstünə gül dəstəsi qoyub, inşallah gedib Xankəndinə bu elmi işləri davam elətdirəcəyik. Hələ bilmədim, mən gördüyüm yerlər, gəzdiyim yerlər, təsəvvür elədiyimin onda biridir. Hələ nələr var? Biz 20-30 il çalışıb onları aşkar eləyəcəyik. Çox təşəkkür edirəm bir daha qiymətli məlumatlarınız üçün hər şeydən öncə. Vətənpərvər mövqeyiniz üçün sizə təşəkkür edirəm. Hörmətli tamaşaçılar, bax görürsünüzmü, Azərbaycan prezidenti tariximizin öyrənilməsində, ondan sonra parçalanmış və işğal olunmuş tarixi yaddaşımızın bərpa olunmasında bizim təkcə torpaqlarımız işğal olunmamışdı, həm də tariximiz və tarix yaddaşımız işğal olunmuşdu. Azərbaycan prezidenti dedi ki, bizi Qarabağa qaytaran tarixi yaddaşımız oldu. İndi isə əmələ addımlarla bütöv tarixi yaddaşımızın obyektiv əsaslarda öyrənilməsi üçün və gələcək nəsillərə ötürülməsi üçün Azərbaycan prezidenti növbəti sərəncam imzalayıbdır Milli Elmlər Akademiyasının. Qarabağ filialının yaradılmasından bağlı əminəm ki, çox hörmətli akademiya rəhbərliyi, akademiklərimiz ən qısa zamanda bu filialın fəaliyyətini təmin edəcəklər və biz aparıcı elmi qüvvə kimi də İlhami müəllimi və bunun kimi digər dəyərli alimlərimizi orada görəcəyik. İndi Qərbi Azərbaycana doğru bayaq mən dedim ki, gedirik. Qarabağ, Şuşadan sonra gəlir Laçın, Laçından sonra gəlir Qərbi Zəngəzur, Laçın artıq Zəngəzurun şərq hissəsinə düşür və demək oradan yuxarı görürüz, oradan sonra çıxırıq hara? Azərbaycan prezidentinin dediyi ki, mənim atalarım gəlibdir, bax o Qara Kilsə, kiçik Qara Kilsəyə gedəcəyik.
Oradan gedəcəyik Urut mədəniyyətinə, Ağudu mədəniyyətinə, Urut abidələri haqqında hələ Sovet dövründə demək tarixçilər yazırdı. İnşallah necə ki biz indi gedib görürük ki, ermənilər nəyi dağıdıb, nəyi qoyublar. Bir gündə gedəcəyik Şərqi Zəngəzurda, Urut abidələri, digər Qərbi Zəngəzur abidələri, onların vəziyyəti necədir və oradan o yana da Oğuz xanın adını çəkdi. Oğuz xanın məzarının olduğu ehtimal olunan Dərə ərazimizə gedəcəyik və bütün bunları əlbəttə ki dinc və sivil qaydada həyata keçirəcəyik. Verilmişə baxdığınız üçün təşəkkür edirəm. Sağ olun, gələn görüşlərə dək.